Ağdamda xalq artisti mərhum xanəndə Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib. 6 dekabr 2025-ci il tarixdə Ağdam Muğam Mərkəzində xalq artisti mərhum xanəndə Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib. Hörmətli musiqi həvəskarları, əziz Ağdamlılar, istəkli, dəyərli qonaqlarımız, hamınızı xoş gördük. Bugün Ağdam rayon Muğam Mərkəzi yenidən öz qapılarını musiqi sevərlərin üzünə açır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qarabağ Regional İdarəsi və Ağdam rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə bugün ölməz sənətkarımız, şöhrət örnəkli Azərbaycan Respublikasının xalq artisti Qədir Rüstəmovun 90 illik yubileyi ilə bağlı xatirə gecəsini təşkil edib və biz bugün Qədir Rüstəmov sənətinin işığına yığışmışıq. Qədir sənətinin zirvəsinə doğru bir neçə saat birlikdə yol gedəcəyik. Qədir Rüstəmov Ağdamı çox sevirdi. Qədir Rüstəmov çox istəyirdi ki, Ağdamı görsün, Ağdamda yaşasın, lakin bu ona qismət olmadı. Bugün Qədir Rüstəmovun ruhu yəqin ki şaddır. Ağdamımız azaddır, Qarabağımız azaddır və bu azadlığı əldə edən, bizlərə yaşadan şəhidlərimizin başda Azərbaycan Respublikasının ulu öndəri, xalqımızın dayağı Azərbaycan dövlətinin müstəqilliyinin qurucusu Heydər Əliyev başda olmaqla bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Məkanları cəmlə olsun. Çıxış üçün ilk söz verilir Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov cənablarına. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər gənc yaşlarında Ağdamda mahir muğam ifaçılarının mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmovun nadir istedadı, məlahətli səsi və özünə məxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmasından, onun çox əsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına samballı töhfələr verməsindən bəhs etmişlər. Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutan tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, millət vəkilləri Aqil Abbas, Bəxtiyar Əliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıcı Vaqif Bəhmənli, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mərhum sənətkarın ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalıları iştirak edib. Qədir Rüstəmov haqqında hazırlanmış qısa bir filmi sizin diqqətinizə təqdim edirik. Buyurun, baxın. Daha sonra Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmişdi. Öz ifaçılıq tərzi ilə və özünün o şaqrat, bənzərsiz səsi ilə seçilən xanəndələrimizdəndir. O, xalq musiqisinin ən dəyərli incilərini seçib, daha da cilalayaraq həmişə çox yüksək səviyyədə bizlərə, xalqımıza və bütün dünyaya çatdırmışdır. Və bugün Qədir Rüstəmovun xatirə gecəsi ilə bağlı bu tədbirimizdə biz də çalışmışıq ki, onun repertuarından olan mahnılardan sizlərə təqdim edək və bir daha böyük sənətkarımızın ruhu şad olsun. Artisti Feyruz Səxavət təqdim edəcək. Ne üçün gəlməz? Müşayiət edir Ağdam Musiqi Kollecinin Qarabağ ansamblının bədii rəhbəri Bəhruz Aslanov.
60-cı, 70-ci illərə uşaqlığı təsadüf edən və Ağdamda yaşayan hər kəs yaxşı xatırlayır ki, Ağdamın küçələrində gəzərkən həyətlərdən bir səs gələrdi. Bir yox, çox səs gələrdi. O həyətdə, bu həyətdə uşaqlar, biraz azmaz səsi olan uşaqlar çıxıb ağacın başında mahnı oxuyardılar. Ən çox biri də elə mən idim. Ən çox yamsıladığımız da rəhmətli Qədir Rüstəmov olardı, Sona Bülbüllərini oxuyardı, Tarık Babayev olardı, Sənsiz ey şux mənim xoş güzaranım yoxdur misrası ilə başlayan qəzəl və o səs uşaqlığımızdan yaddaşımıza elə hopdu ki, elə bizlə bir yerdə o səs biz böyüdükcə o səs də bir boy ucaldı asimana haqqın dərgahına çatdı sanki. Adlarını saydığınız hörmətli qonaq deməyə adamın dili gəlir, hamısı özümüzünkidir. Hamısı bir yerdə böyüdüyümüz insanlardır, dostlarımız, qardaşlarımız və bugün millətimizə qürurla, şərəflə xidmət edən o insanlara da söz verəcəyik. İndi isə növbəti musiqi nömrəsini təqdim edirik Qədir Rüstəmovun repertuarından Olmaz xalq mahnısı oxuyur Respublikanın əməkdar artisti Səbuhi İbayev.
şeirini oxumağından, nə də sənin söhbətlərindən doymaq olmur. Elə danışasan, adam otura qulaq. Növbəti musiqi nömrəsini Respublikanın əməkdar artisti Cabir Abdullayev təqdim edir. Ağdam haqqında mahnı. Daxili büsbütün zərci birliyi, xarici bir dəstəcün həyatdır bu. Hər kəs haqqı deyil, başvursa dərlər. Hər kəs haqqı deyil, başvursa derler, döktürdüm adaletin yerine. Vefasız insan tek, bugün birine sabah, başkasına bu hayattır bu. Sücayet göz keder seni sıkanda, sücayet göz keder seni sıkanda, yüreğim yandıranda, yakanda. Göz yaşı kalbine aksın akanda, göz yaşı kalbine aksın akanda. Düşman qabağında gül həyat, dolu əziyəm bir dənəm.
tədbirlərdə, konsertlərdə iştirak eləmişik və hər dəfə Qədir Rüstəmovu sanki bir başqa cürə görürdük. Hamı kimi döyürdü. Bəzən görürdük ki, uşaq kimi sadəlirdi. Bəzən də elə söhbətlər eləyirdi ki, deyirdin, Allah, görəsən dünyada bundan böyük filosof var. Çox dərin adam idi, çox mütaliəli adam idi.
ifa ettiği bütün mahnılara, muğamlara ürək qoyan, can qoyan, həmişə duya-duya, sevə-sevə, zövq ala-ala dinlədiyimiz gözəl bir xanəndəmizi səhnəmizə dəvət etmək istəyirəm. Televiziya muğam müsabiqəsinin laureatı Güllü Muradova. Zəminxanə
Rüstəmova 10-15 dəfə daha çox sona bülbülləri sifariş edirdilər. Amma hər dəfə eyni tonun içində qulaq asır, bu başqa cür oxuyurdu sanki, başqa cür təsir bağışlayırdı. Yəni, belə burada qeyd olunan kimi Qədir Rüstəmovun səsi ilahidən gələn bir səs idi. Həm də Qədirin səsi oxumağı, ifa tərzi bizə ona görə çox təsir edir ki, onun səsində bir yanğı var, bir fəryad var, bir nalə var. Yəni, o elə bil ki, bizim içimizdən çıxan nalədir, fəryaddır, addır, amandır və belə söhbətlərin davamı üçün mən səhnəyə gözəl yazıçımız, gözəl insan, gözəl şair Rəşad Məzidi dəvət edirəm. Əziz Ağdamlılar, hoşdur sizi görmək. Əziz Vaqif müəllim, dəvətə görə çox dərin təşəkkürümü bildirirəm. Hər dəfə Ağdamlıların içərisində olanda, tədbirlərdə iştirak edəndə dərin hissiyat keçirirəm. Bu da tez-tez olmur, ona görə də sizə xüsusi minnətdarlığımı bildirirəm. Yadıma düşür, təxminən 15 il öncə Ağdam Dağuzanlı'da Adilə Namazovanın yubileyi keçirilirdi. Orada da mən uzun illər görmədiyim, ancaq gözlərindən tanıdığım Ağdamları görmüşdüm və hissiyatlı bir çıxış eləmişdim. Bu il mayın 10'unda da Ağdam şəhərində olan filmin açılışında Cənab Prezident Mehriban xanımın iştirak elədiyi tədbirdə də kövrəlmişdim. Ən çox da Gülaqlı Uşaq Musiqi Məktəbinin o uşaqlar ki, oxudular. Onda Ağdamın o verdiyi ruhun, ilahi səsin itməməsi, əbədiliyi məni kövrətmişdi. 30 il işğal altında qalırsan, o şəhərin havasını uda bilmirsən, amma yenə o istedad səni tərk eləmir. O səs, ilahi səs səndə bir yerdə qalır, yaşayır. Qədir Rüstəmov haqqında bizim şair Vaqif bayaqda deyirdi ki, düş televizordan Qədir Rüstəmov, qərib səs gözəl bir qeybdən gələndir. O bu qeybdən gələn Qədir Rüstəmovun ilahi səsi Ağdamın ruhuna da oxub, Ağdam insanlarına təsir edir. O səs dinləyən insan artıq fərqli insandır, çərçivələrə sığmayan, ilahi qüvvəyə yaxınlaşan bir insandır. Bir də əlbəttə ki, Adil Abbasla Ağdama, Qarabağa gəlməyin də ayrı bir zövqü var. İndi siz onun orijinal çıxışını dinlədiniz. 1980-ci ildə Akveliyevadan Ağdam Dram Teatrında bir tamaşanın ictimai baxışı idi. Teatrın direktoru Mehmet Əmirov atamla dostuydu. Mən də orta məktəb şagirdi. Mən də apardı ictimai baxışa, öyrəşmişdik Sovet dövründə bir televiziya. Burada bir nəfər cavan jurnalist, o vaxt belə uzun saçları var idi, enerjili idi, indiki kimi biləkənləri ağır-ağır qalxmırdı. Bir nəfər çıxdı bu teatr barədə, elə təxminən indiki kimi belə fikirlər söylədi, biraz da tənqid elədi. Ondan bir müddət sonra Aqil Abbasla şəxsən tanış oldum. O deməli və uzun illərdir bir yerdə Aqillə çalışdıq, müxtəlif mətbuat orqanlarında. Aqil Abbas indi biz hər dəfə Qarabağa gələndə ya başqa yerə bizim maşında başqa musiqi səslənə bilməz. Ya Rəmiş olmalıdır, ya Qədir Rüstəmov olmalıdır. Bu dəfə də yazmışdım onu bir dəfə ki, zaman keçir, illər dəyişir, amma Aqil Abbasın Ağdam sevgisi, Qədir Rüstəmov sevgisi, Rəmiş sevgisi dəyişmir. İndi yolda da ChatGPT-də yazdım ki, Aqil Abbas və Ağdam barədə nə deyəsən. Mən özümü Ağdamlı Aqil, Ağdamın pərəstişkarı, Ağdama böyük məhəbbət bəsləyən, Ağdam haqqında dolu olmağı yazan bu kimi epitetlər
söylədi. Hətta süni intellekt də Aqil Abbas və Ağdam sevgisi barədə xeyli məlumatlıdır. Mən özüm də dediyim kimi o Ağdam şəhərini əlbəttə orada yaşamışam, uşaqlığım keçib, amma Aqil Abbasın sevgisi də əlbəttə sirayət edib. 2020-ci ildə Ağdam azad olunanda ilk videolar gələndə mən həyəcan keçirmişdim. Sonra bir müddət Ağdama gələ bilmədim. Soruşurdular, orada məndən əvvəl gedənlərə deyirdim ki, mən Ağdama getsəm, hər yeri göz yumulu tanıyaram. Deyirlər ki, göz yumulu bəlkə də tanıya bilərsin, amma gözü açıq tanımaq mümkün deyil. İnanmırdım, sonra Ağdam və mən verilişin çəkiləndə gördüm. Mən fikirləşirdim ki, mən Ağdama getsəm, bir nömrəli məktəbdən çıxıb, bazarın qabağı ilə dejurlu mağazadan sağa dönüb, Gastronomun kitab mağazasının yanından 4 mərtəbəli binadan keçib uşaq bağçasından, musiqi məktəbindən yeri gəlmişkən, Allah rəhmət eləsin, Fərhad Bəşbəyev mənə tar müəllim olmuşdu. Mən də musiqi istedadım elə çox olmadı, 5 il tar məktəbində oxudum, düzələrimdən başqa heç nə çala bilmədim. Ara sıra o gün Mənsum İbrahimova həsb olub verişdə də bunu demişdim. 5 saat şeir deyə bilirəm, amma musiqi yoldaşım indi görükür, Ağdamda doğulsam bəlkə doğardılar. Və oradan bankın yanından, Pionerlər evindən, Köynəmamın yanından Əli İbrahimov küçəsi döngə bir ev 19-a gözü yumulu gəlib çıxa bilərdim, amma göz açıq gördüm ki, mümkün deyil və biz o verilişi çəkəndə də o 4 mərtəbəli binanın qırıntılarından tanıdıq və mən onda dedim ki, namərd düşmən, sən bizim şəhərimizi niyə bu günə qoymuşsun? Amma əlbəttə ki, indi Ağdama gedirik, bu yayda mətbuatın güzərliyində getdik. İnanıram ki, Ağdam bizim gələcək nəsillərin də arzuladığı şəhər olacaq, amma eyni o ruhu, eyni o ilahi səsləri yaşadan məkan olacaq, yeni Ağdamdan böyük sənətkarlar çıxacaq və bugün bir vəfa borcudur ki, burada biz böyük sənətkarımız Qədir Rüstəmovu yad edirik. Ağdamdan danışdımsa, deməli, Ağdam işğaldan azad olunanda bizim dostumuz Ağdamın Gülablı kəndindən olan Qulu Ağsəs Ağam, Adam, Ağdam adlı bir şeir yazmışdı. Çox təsirli bir şeir idi. O da Qulunun da dəvət eləmişdilər. O deyəsən hələ Ağdama gəlib çıxılıb. Mən istəyirəm ki, bu tədbirdə, düz o şeiri əzbər bilirəm, amma üzürlü saysaz birdən indi şöhrətləm. O şeiri mən oxumuşdum, çox baxışda olmuşdu. Qulaq səslə biraz qısqanmışdı ki, mənim şeirimi oxusan, amma elə bilir sənin şeiridir. Deyirəm ki, qulaq səsin şeiridir. Bu şeirlə mən çıxışımı bitirmək istəyirəm. Sən ölü, sağ olu bərli. Yaranandan üzü bəri, yasında Yasin oxunan, toyunda tüfəng yatıran şəhərim. Dünyanı bazara çıxaran, dünya bazarında satılan şəhərim. Yuxarı başına keçən kafirə yuxarıdan aşağı baxan, Allahdan da çəkinməyən, bircə əsarətdən qorxan, ağ alınlı qızılı atların vətəni, Seyid cəddinə içilən antların vətəni. Sən dar gündə şüşüyə arxa, Xocalıya ümid oldun, son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun. Ağam şəhərim, adam şəhərim, Ağdam şəhərim, şükür külünə, şükür qayıdış gününə. Sevincdən ağlımız şaşır, 100.000 dəri ilə gəlirik. Bir uzun dərə havası çal, çıx Bərdə yoluna, uzun dərə ilə gəlirik. Təşəkkürlər. Çox sağ olun Rəşad müəllim, çox gözəl çıxış elədiniz, çox təbii, səmimi və kövrəldici bir çıxış elədiniz. Allah sizləri qorusun, Allah sizləri var eləsin. İndi növbəti musiqi nömrəsini
elan etməkdən əvvəl mən istəyirəm bir haşiyə çıxın ifaçı haqqında. Bu ifaçı ilə biz çoxsaylı konsertlərdə, tədbirlərdə olmuşuq. Sonra onu Bakıya Muğam Teatrına dəvət elədilər və orada çox gözəl çıxışları oldu. Rəngarəng repertuarı ilə həmişə sevildi, seçildi və biz də həmişə sevgi ilə dinlədik. İskəndər Noruzlu yazır ki, sən qulaq üstə inəndə qeyracı baxıb, güləndə aldın səbri qərarını, Qarabağın maralı. Qarabağın maralı ifa edir Respublikanın əməkdar artisti Elza Qaybalıyeva.
Gülüşlerin çingirdesin saz kimi. Her tarafa yayılsız kimi. Sen gülende kömür gülsün yaz kimi. Güle 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 ay canım. Güle 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 canım. Güle 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 ay canım. Güle 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 ay Bəxtiyar müəllim buradadır, Aqil müəllim buradadır. Allah sizlərin hamınızı qorusun, sizləri var eləsin, Allah sizi qorusun. Sağ olun, təşəkkür ederim. Elədiniz, yaxşı qeyd elədiniz ki, və mən də hər dəfə çıxışlarımda onu qeyd edirəm ki, Vaqif müəllim Ağdama icra başçısı təyin olunandan Ağdamda mədəni həyat xeyli canlanıb və Rus Səxavət də Ağdam Musiqi Kollecinin rəhbəri təyin ediləndən musiqi müşayiəti, yəni bədii hissəsi tədbirlərimizin çox gözəl, çox rəngarəng, canlı keçir və hamı da bax beləcə maraqla oturub, dinləyir, qulaq asır, tamaşa edir. Allah hamımızı var eləsin. Gecəmiz davam edir. Növbəti çıxış üçün söz verdi şair Abdal Qəhrəmanov. Hər vaxtınız xeyir olsun, əziz məclis iştirakçıları. Bu günləri bu məclisi bu səviyyədə təşkil elədiyinə görə mən bir qazi olaraq rayonumuzun başçısı Vaqif müəllimə öz minnətdarlığımı bildirirəm və bütün qazilər adından eşq olsun Cənab Həsənov. Bu günləri ruhunun işığına toplaşdığımız Qədir barədə Aqil Abbas danışdı. Mənim o qədər danışmağım bir o qədər yaxşı deyil. Çünki Aqil müəllim onun haqqında çox yazır, çox danışır, çox deyir. Qədir müəllimdən çox toylar aparmışam, bəli. Çox toylar aparmışam. Gözəl insanıdır, gözəl şəxsiyyətidir. O başdan ayağa möcüzə idi. Danışığı möcüzə, oturuşu möcüzə, duruşu möcüzə, qeybdən gələn səsidir. Mən də əlimdən gələn bir neçə kəlmə ilə bu məclisə gəlmişəm. Haqqın qarşısında susub dayandım. Xəyal ateşində alışıb yandım. Qeybdən səs gəldi, qəfil oyandım. Bilin, Qədir haqqın dərgahındadır. Mələklər dolanır dörd bir yanında. Vətən həsrəti var axan qanında. Sona bülbülləri öz ünvanında. Bilin, Qədir haqqın dərgahındadır. Əhli insan onun halını bilməz. Ağlayar, sızlayar, gözünü silməz. Oxuya oxuya o ne üçün gəlməz? Bilin, Qədir haqqın dərgahındadır. Qəlyanı əlində, papaq başında, el həsrəti kipriyində, qaşında, zülzüməsi ilə ahıl yaşında. Bilin, Qədir haqqın dərgahındadır. Ahları yandıran obanı eli, qəmində gəzişib haliyan zili, asla gəlsə, ay dili. Bilin, Qədir haqqın dərgahındadır. Bülbüllərdir harayına hay verən, dincəlməyə dərya verən, çay verən, Həzrət-i Davud öz səsindən pay verən. Bilin, Qədir haqqın dərgahındadır. Soruşmayın payızından, qışından,
Göndermiştim size ezel yaşından, oynananda özü mezar taşından. Bilin, Qədir hakkın dergahındadır. Oxuyanda düşündüren herkesi, qanları donduran yanıqlı sesi, həzin gəlsə zəmirxarəsi. Bilin, Qədir hakkın dergahındadır. Ağlamayın, sızlamayın siz qəti. Çok çəkibdi bu yollarda zəhməti. Hak yanında tükenmezdi hürmeti. Bilin, Qədir hakkın dergahındadır. Kısmet olsa hak libasını giyersen, yananların kapısını döyersen, a qəhrəman hamısına deyərsən, bilin, Qədir hakkın dergahındadır. Allah geri-gerilərdən Bayaqdan bu gözəl ifaları, gözəl çıxışları dinlədikcə Rəşad Məcid deyən kimi gözü yumulu getdim, Ağdamı gəzdim, qayıtdım və hələ təxminən 20 il əvvəl Ağdama həsr elədiyim Əzizbey küçəsi ev 57, yəni Ağdamdakı ünvanımız idi. Əzizbey küçəsi ev 57 adlı kitabımda haqqında yazdığım Ağdam, haqqında yazdığım Ağdamlılar bir gəldi keçdi gözlərimin önündən. Çox kiçik bir parçasını indi səsləndirmək istəyirəm. Ondan sonra gözəl bir ifamız olacaq. Bir gecə yuxumda güzar eylədim. Abdalda səxavət gəzən yerlərə. Oradan da yollandım üzü yuxarı gözəllər gül çiçək üzən yerlərə. Armud ağacından bir armud üzdüm. Hamam məhləsində doyunca gəzdim. Qartal tək şığıdım, ley kimi süzdüm, gəncliyim ləpirin düzən yerlərə. Keçərək yolları gəldim cəngiyə, bu yerdə görüşdüm nakam Sədi ilə. Dedim ki, ay Sədi, verək ələ gedək vaxtsız solan xəzan yerlərə. Fred Asif nağılmı, əfsanəmi, səfər dərdi çarpaz dağlar sinəmi. Ala yağıb getdi qəhrəman kimi, şirinliydi, eldarlıydı Ağdamın. Allah verdi vüqarlıydı Ağdamın. Qədir, Arif, Vahid, Sədi, Səxavət məclislərə verərdilər tərabət. Bəy tərifi hər kəs üçün şərafət. Hamı bir-bir nəmərini salardı. Sağ diş, sol diş, corab dəsmal olardı. Qarağacı bir məkandı müqəddəs. Qarağacı bir məkandı müqəddəs. Onu görməyənlər dərdimi bilməz. Nənəm, babam, atam, anam oradadır. Min illərin tarixləri dardadır. Kino fazil bir əsəbi kişi idi. Hirslənəndə söyüş söymək işi idi. Vay ondakı davadalaş düşeydi. Tez yetişib abrımızı alardı. Söyə-söyə bizi çölə salardı. Akşamüstü gün əyilib batanda, taykuşların gəlib bana çatanda, Necmi, bəndi çimişkasını satanda, dostluqda bir qığıltıma bakaydı. Sonra hayküy salıb, oradan çıxıydı. Yaşadık fədaylar, uğursuz illər, axdı gözümüzdən kükrəyən sellər, dönəndə qoynuna yeni nəsillər Ağdam, deyərsən ki bir German vardı, yurt həsrətin qəbr evinə apardı. Şükür ilahinin qüdrətinə o həsrətlə ölmədi, Allah ölmədi, Ağdamın kineyli qurulur, gün-gündən böyüyür, gözəlləşir, köç başlayır, bir zaman
zaman bu köç ne vakit ayrılacak yurdunun şiiri yazmıştım. O şiirin cevabını da paylaşacağım yakın günlerde. Şükür Allah, köç kaydır yurduna adlı bir şiir de yazmışım. Ve tedbirimiz gecemiz devam ediyor. Növbəti ifanı Respublikanın əməkdar artisti Elnur Zeynalov təqdim edir. Buna başı toz, nola. Buna başı toz, nola. Üstü dolunuz, nola. Sen yanasın, ay. Benim destanım, götür. Benim destanım, götür. Ben götürsem
çıxışa təqdim etməzdən əvvəl Tofiq Qarayevi xatırlamaq istəyirəm. Allah rəhmət eləsin. Ağdamımızın sevilən, seçilən, sayılan oğlanlarından, gözəl aktyorlarından biri Respublikanın əməkdar artisti Tofiq Qarayev. Bir dəfə oturmuşduq. Tofiq Qarayev də tanıyanlar bilirdi. O da bədahətən danışan adam idi. Ovqatının təzadlı vaxtları olurdu. Bir şeir dedi. Şeir məni nətər tutdusa köyrəldim. O şeirdən bir bənd el orada yaddaşıma həkk oldu. Ümumi məzmun hamısı yadımdadır. Bir bəndi yadımda qaldı. Dedi ki, ilan yuxuma girir. Çayan yuxuma girir. Anama zülüm verən atam yuxuma girir. Anam yuxuma girmir. Və o şeirin müəllifi bugün aramızdadır. Vaqif Rəhmanov. Hörmətli Vaqif müəllim, hörmətli millət vəkilləri, belə möhtəşəm bir tədbirdə iştirak etmək doğrudan bizim üçün bir xoşbaxtlıq sayılır. Yəni bu hər an belə bir ehtişamlı bir məclis və mən elə bilirəm ki, Qədir Rüstəmov Azərbaycan mədəniyyətinin elə bir simasıdır ki, ona hər bir gözəl məclislər halaldır. Mən bir balaca tutus eləmək istəyirəm, mütləq bu lazımdır. Çünki bugün Azərbaycan mədəniyyətində baş verən bu hadisə ilin sonuna yaxın Qədir Rüstəmovun 90 illik yubileyinin keçirilməsi çox böyük bir mədəniyyət hadisəsidir. Mən bunu bu şəkildə qiymətləndirirəm və belə də gözəl bir ləyaqətli şəkildə bunun qeyd olunmağı doğrudan da insanı çox belə xoşbaxt edir. Bilirsiniz ki, Qədir çox bircə faktı yadınızda saxlayın, düzdür, bunun muamlə əlaqəsi yoxdur. Bizim 1,5 milyon il əvvəl yaşı olan Qobustan qayalarında bir daş, onun adı Qavalı daşdır. Yəni, hələ insanların ibtidai şuurları olduğu vaxtdan Azərbaycanda musiqi mədəniyyətinin izləri, kökləri görür. Siz bilirsiniz ki, şərq musiqi tarixini öyrənən bir çox nəzəriyyəçilər var ki, təkcə musiqini yaradanlar yox. Nəzəriyyəçilər var ki, onlar da Azərbaycanlıdırlar, bizim ulu babalarımızdır. Azərbaycan musiqisinin keçdiyi yola baxanda 18-ci əsrdən üzü bəri, 19-cu əsrdə musiqimizin inkişafı, Böyük Qarabağ muğam məktəbinin, profesional xalq musiqisinin inkişafı, bunlar hamısı gəlir bizim gözümüzün qabağına və Azərbaycan mədəniyyətində bir hadisə baş verdi. Buna 60-cı illərin mini intibahı da demək olar. Yəni, Azərbaycan mədəniyyətində həm ədəbiyyatda, həm musiqidə, həm teatrda, həm kinoda, həm ədəbiyyatda çox böyük bir çevriliş deyək ki, bu cürsü Zeynəb Xanlarova vardı, Elmira Rəhimova vardı. Yəni, bu böyük bir mədəniyyət xadimləri yetişdilər o dövrdə. Azərbaycan ədəbiyyatında ana, retinat, bu adlar bizə bəllidir, Fikrət Qoca, yəni bunlar da ədəbiyyatda. Teatrda Tofiq Kazımov kimi nəhəng bir rejissor yetişdi. Rəssamlıqda deyək ki, Toğrul Nərmanbəyov kimi rəssam gəldi. Yəni bunların içərisində, bu böyük qüvvələrin içərisində nadir bir səsdə Qədir Rüstəmovun səsidir. Bunu biz hamımız etiraf edirik. Qədir Rüstəmov həqiqətən də Allahın möcüzəsidir. Mənə elə gəlir ki, o Quran-ı Kərimdə də yazıblar, İncildə də bu var. Deyir, Allah Teala dünyanı 6 günə yarattı, amma axırıncı bazar gününü saxladı özünün istirahəti üçün. Mənə elə gəlir ki, Qədirin səsi, bax, həmən o bazar günündən gəlir. Bax, o həmən Allahın dincəldiyi, Allahın ilahidən gələn səsdir Aqil Abbas. Həqiqətən də bazar günü 60-cı illərin axırlarında mən böyük qardaşımla uzanmışdım ki, kənddə bir çəmənlikdə uzanırdı. Həmən səs, Qədirin səsini mən ilk dəfə eşitdim və dünya, elə hesab edin ki, dəyişdi, gözümdə dünya dəyişdi və elə bildim ki, məni yerə yapışdırdılar, o çəmənliyin içərisinə yapışdırdılar. Çünki səs qeyri-adi bir səsdir. Azərbaycan musiqisində çoxlu səslər var. Amma ki, öz strukturuna görə
öz bənzərsiz olmağına görə, heç kimə bənzəmədiyinə görə Qədirin səsi tamamilə başqa bir səsdir. Çox zaman belə sözlərlə deyilir ki, güya sadəlövh olub Qədir belə. Amma mən Qədiri çox böyük filosof kimi tanıyıram. Həm onun oxuduğu muğam parçalarında, xalq mahnılarındakı hikmətə görə, həm də onun o danışdığı, dediyi fikirlərə görə mən onu həqiqətən də müdrik bir insan sayıram. Mən bura gələndə Facebookda bəzi şeyləri varaqladım, o Qədirlə bağlı verilişlər. Oradan bir neçə cümlə, mən istəyirəm onun özünün cümlələri ilə onu davam elətdirim. Deyirlər ki, Qədir deyir ha, deyirlər ki, filan mahnı köhnəlir. Qardaş, mahnı köhnəlmir, adamlar köhnəlir. Yəni, bu nəsil gəlir, o mahnıya qulaq asır, adamlar qocalır, ölür, gelir, amma mahnılar qalır. Mahnılar yenidən öz yaşlı ömürlü yaşayır. Yaxud da deyir ki, bütün musiqilər muğamatdan ayrıntılar. Sonra deyir Qədir ki, səsdə məlahət olmaq. Bunlar hamısı zərgər dəqiqliyi ilə deyilmiş sözlərdir və bunlarsız musiqi yoxdur. Heç kəs hamıdan yaxşı oxuya bilməz. Hərə bir cür yaxşı oxuyur. Bu da Qədirin sözü. Səs nəsildən gəlməz, Qədir deyir. Görün nə gözəl deyir. Şairlik, rəssamlıq, pəhlivanlıq, gözəllik, hətta gözəllik nəsildən gəlir. Oradan da görürsən ki, belə sağlam insanları, yaxşı övladları dünyaya gəlir. Musiqi sərhəd tanımır deyir Qədir və deyir ki, musiqi elədir ki, hər kəs o musiqidən götürə bilər. Amma Azərbaycan musiqisi elə möhtəşəm musiqidir ki, biz heç kimdən götürmərik, hamı bizdən götürər. Və bu da çox böyük məsuliyyətli bir sözdür. Nəsə, fikirlər çoxdur, mən bunların hamısını danışa bilərəm. 2 il bundan qabaq Aqil Abbasın burada 70 illiyini keçirdik. Qədirin, ümumiyyətlə Qədir kimi sənətkarların mənə elə gəlir ki, təbliğata ehtiyacı yoxdur. Amma Qədirin hər dəqiqə bir dəyər kimi yada salınmasında həqiqətən də mənim qardaşım Aqil Abbasın qələminin çox böyük qiyməti var. Həm Qədirin, həm Rəmişin, İntəzəliksən o sonuncu povestində qarmon çalan Şakirin, bunların həyatını yazıb, özü çox şirin şəkildə, unudulmaz bir şəkildə. Buna görə də Qədir doğrudan da dahi bir sənətkardır. Qədirin tayı bərabəri yoxdur. Bəzən adamlar deyəndə ki, Qədir bizimdir, mənim xətrimə dəyər. Çünki Qədir bir rayona sığa bilməz. Hansısa bir sənətkar ola bilər sıxsın. Qədir bütün Azərbaycanındır. Qədir bütün Təbrizindir, o taylı Azərbaycanıdır. Qədir bütün Türk dünyasınındır. Türk dilli dövlətlərin sərvətidir Qədir. Qədir əvəzsiz sərvətdir və mən ona bir şeylə bu çıxışımı bitirirəm. Siz bilirsiniz ki, Qədir Rüstəmov 40 gün komada oldu, ayılmadı və o cürdə dünyadan getdi. Mən 11-ci ildə bu şeiri, 12-ci ildə bu şeiri həmən hadisəyə uyğun olaraq yazmışım. Dünən vardı, bugün yoxdur. Karvanını sürüb getdi. Ağdamını, şah taxtını yurt içində qurub getdi. Adamları quru sərdi, yaş balığa körül verdi, haçan suyu lilli gördü, oradan qəfil durub getdi. Arıq cana qəsd elədi, qoca qəmi üstələdi, yarqızları dəstələdi, süsən sümbül dərib getdi. Verməzlər dedi bir yandan, görməzlər dedi bir yandan, hörməzlər dedi bir yandan. Saçın ucun örüb getdi. Əl sürtüb gözü bağladı, dözməyib gözü bağladı. Gülləri üzüb bağladı, dörd yanına üzüb getdi. İstədi ölümü aşıra, öpdü qurbanlıq aşura. Bu dünyada dura-dura o dünyanı görüb getdi. Qaval olub döyülmədi, tar kamana əyilmədi, yuxu yatdı, ayılmadı, yuxusunu yorub getdi. Axır həddində uyudu, qoca cəddində uyudu, 3-də, 7-də uyudu, 40-ın özü verib getdi. Gizlin qaldı lər misalı, haçalandı yol misalı, havalandı yel misalı, qərib gəldi, qərib getdi, Qədir gəldi, Qədir getdi. Təsirli çıxış idi. Allah sizləri qorusun. Mən də Qədir Rüstəmov haqqında yazdığım
şeirin bir bəndində yazmışam ki, sona bülbülləri güllərə verdim. Apardı sarını, sellərə verdim. O sarı gəlini dillərə verdim. Gülşəndə bülbül tək ötdün, ay gədir. Yaşadın bu ömrü, getdin, ay gədir. Allah rəhmət eləsin və sona bülbüllərin bugün Qədir ruhundan qopub gələn yanğıyla ifa edən 3-cü muğam müsabiqəsinin qalibi Mustafa Mustafayev.
Mehdi Rüstəmov, Qədir Rüstəmov gözəl ifaçı, gözəl xanəndə, gözəl insan olmaqla yanaşı, həm də gözəl ailə başçısıydı, gözəl övladlar yetişdirib bu həyatda. Allah onun o dünyasını versin, Allah balalarına torpağı sana ömür versin, balalarını yerində yurtca eləsin inşallah. Bugün Qədir Rüstəmovun 90. yubileyinə ilkin hər bir kəsi ailəmiz adından salamlayıram. Başda cənab başçı Vaqif müəllim olmaqla hər zaman Vaqif müəllimin diqqəti sayəsində Qədir Rüstəmov ailəsi və demək nəzərinədir. Mən hər birinizə öz ailəmiz adından dəyərli Bəxtər müəllim, Adil müəllim, şairlərimiz, hər birinizə böyüklərə minnətdarımızı bildiririk. Və yaşam bütün demək istəyirik ki, bugün dəyərli vaxtınızı ayırdınız, bugün gözəl tədbiri bizlə paylaşdınız. Burada iştirak edən hörmətli xanələrimiz, tədbir iştirakçı aparıcıları yenə bir daha sizə təşəkkür ederim. Çox sağ olun. Vaqifəm çox sağ olun. Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və tanınmış muğam ifaçılarının təqdimatında mərhum xanəndənin repertuarına aid xalq və bəstəkar mahnılarının ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdi. Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin sonunda çıxış edərək təşkilatçılara və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını ifadə etmişdi. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.